Hörmətli Yaz Ekonun müxatəbləri salam. O cür ki bilirsiniz, son həftələrdə, son aylarda şəhrimizə məlmus halətdə Ərəb ölkəsindən, qonşu ölkədən turistlər və qonaqlar gəlibdir. Bu məsələ çoxlu bəhslərə həm risanədə, həm xalqın arasında bahis olubdur. Bugün qulluğuzdayıq, bu mövzuda artıq araşdıraq. Hörmətli cənab Ağay Mikail Nəzərinin xidmətindəyik və cənab Ağay Mehdad Xoşkar müqəddəm. Ağay Mikail Nəzəri illər boyu Hozey Gərdiş şəhərində çalışmalar olubdur, fəaliyyətləri olubdur. Cənab Ağay Xoşkar müqəddəm də bizim şəhrimizin herfeyi ruznameniqarlarından və Hozey siyasətdə çalışmaları olan insanlarımızdandır. Çox xoş gəlmisiniz. Çox xoş gəlmisiniz. Ay Nəzəri, lütfən öz nəzərinizi bu mövzuda əvvəldə bir müqəddəmat söhbətlərinizi buyurasınız. Xoş gəlmisiniz. Buyurun, xoş gəldiniz. Xub, Allahın adı ilə salam arz edirəm tamam görənlərə və bu cələsədə elə məcazi halətdə şirkət edənlərə. Bu bəhsi ki vardı, əvvəla mən istəyirdim elə qəbl əzin ki bəhsə varid olam deyəm, bu bəhs elmi, təxəssüsi, sənətidir, nə hüququ, uzunandır, nə xas bizatlar istəyirik, araşdıraq, bərrəsi eləyək, bunun o deyərlər mənfi və müsbətlərini də bərrəsi eləyək. Buna xatir ki, əgər iştibahi var, əgər xətayı var, əgər zəfi var, bərtərəf olsun, ta böyük bir faciənin qabağı alınsın. Mən əgər məsələn mövzu indi müxalif ya mövzu ehtiyati bu qəziyyədə söhbət edirəm, əslən gərdişlərlə və dərəmədlə, sənətlə məsələm yoxdur. Muntaha onları ki var, bunlara deyirik be qovlu farsi kəlmə çaliş, bunlarla şədidən həm huşdari və həm hər hal təzəkkürü bərxurd edib və söhbət eləyəcək və hamımız söyürük məmləkətimiz bu sənətdə pişrəft eləsin, yuxarıya geçsin, dünyada adlım olsun. Hala cəsarətim mən istədim fəqət bunu deyəm ki, Xudayın şəhədə ayrı bir cür təbir olmasın. Kulliyyatda da bu bəhs çox gözəldir, təbrik edirəm sizə də ki, bunun əhəmiyyətini bilibsiz və varid olubsuz bəhsə, bundan qabaq ki, ayrı bir mövzulara müncər olsun. Çox sağ olun. Xoşkar müqəddəm, buyurun. Ərzəliyim, mən məmnunam bu mövzuya pərdaxt elədiniz və təşəkkür edirəm ki, bu cələsəyə tərtib verib dəvət elədiniz. Mövzu budur ki, mütəəssifانه Təbrizdə və Azərbaycanda əxir illərdə biz görmüşük ki, hər vaxt istəyibdir bir dənə Hozey gərdişlərdə və müsafirlərdə ittifaq edilsin. Müxtəlif məhafillərdən buna həssasiyyət icad olub və nəhayətən müncər olub ki, qaçırdaq onları və sonra da düşək dallardan da uçandan sonra da bir də qeytmirlər. Nümunəsi, Cumhuriyyə Azərbaycanın gələn gərdişləri səlamət adını qoyuruq o əfradırlar ki, biləxərə gəlirlər xədəmat dərmanı alsınlar Təbrizdən və yadınızda olsa, Dəhinəvədin əvazitində o qədər bunların sayısı artırdı ki, Təbrizdə Runaqi hotelə və hətta icadı hotel apartmanlarda ki, Təbrizdə yer yox idi, müncərr oldu və çoxlu əzələr iqtisadi yaxşı bir nətaici oldu. Elə o zamanda da gəldilər bir seri qələt itilafla, müxtəlif tribunlarda bir qələt bərdاشlarla onlar qaçırdılar Təbrizdən və onlar da çıxdılar getdilər Türkiyəyə, ayrı bir məmləkətlərdə, hətta bahatər xədəmat aldılar. Əxirdə bu danışlayan Ərağı ki, mətrəh olubdur. Mövzuna müfəssəl toğdiyyat verəcəyik. Cinə nəzərə gəlir ki, bu cür icazə verin, adımı məşkuk qoymayayım, bəli, mənim nəzərimə adlı bir vakunişlər bu qəziyyə ki, bazı tab olubdur. Və mən xətti ki, donbal olur bəzi rəsanələrdə, peyci olan, ünvanda qarşınas rəsanə, görürəm, hətta nəhvi quzarış almaq millətdən də cəhətlərdir və hətta təarruzu var, qədər cəhət təarruzu var bir-birinə. Ümidvarım ki, bu cələsədə bir seri məbahis mətrəh olar və onlara görə bir seri açıqlamalar irayə eləyək. Ay Nəzəri, fərhəngi babətdən bu gərdişlərlər ki, gəlirlər Təbrizə, nə cür görürsünüz? Mən ittilam vardı ki, bunların neçə dana illətdən biri ki, tərcih verirlər Təbrizə, biləxərə müxtəlif şəhərləri gəlirlər, soğuşurlar gəlirlər Təbrizə. Bir çox qismət bu gərdişlərlər
Ərağın şimalda yerləşən Kərkuçda və Türkəmanlardandılar və bu fərhəngi şəbahəti və qərabəti görüb gəliblər. Aya bundan bir təarüz fərhəngi görürsüz bu millətin bura gəlməyi ilə, Təbrizə gəlməyi ilə bir təarüz görürsüz bu ünvan kəsi ki, bu qəziyyə bir zaviyyə ilə baxsız. Mən icazəm var bir balaca müqəddəmat Bəli, Gərdişlər hövzəsində deyim ondan sonra. Cəsarətən mən 24 ildir o kələmə deyirlər layəngətə və qeyr az duyuru korona kimi fəaliyyətlər kullan qədəğanda hövzə gərdişlərdə fəaliyyət eləmişəm. Həm milli, həm beynəlmiləli və ərizələrim əlan ki burada vardı. Həm təcrübə hövzə gərdişlərim və həm fəaliyyətlər fərhəngi hünər üstündə. Bizim 17 növ, yəni 17 şaxə gərdişlərimiz var, əsl şaxə, zir şaxələri çox daha ki bunun 10 danası İranda qabiliyyət icra və qabiliyyət əncamı var. Məsələn, əgər Təbriz morduna və Təbriz hövzəsinə söhbət edək, bizim gərdişləri macərajoyanədə bir paygah ya ünvanımız yoxdur. Eləyə bilməz olsun. Məsələn, rafting, şenader, abhay, xuruşan. Da burada bizim yoxumuz da təbiətən ola bilməz. İran özündə də bir seri mövzular vardılar ki, əslən yoxdur. Məsələn, dark turizm bir dənə böyük bir dərəməd üçündür. O yerlər ki, müsibəti olur, seyli olur, zilzilə olur, cəngi olur. Ondan sonra onlara turdur. Məqsəd o yerlər bərgüzar elə çox dərəmədlidir, çox müxatəb bir növ. Vəli İranda yoxdur. Biz gəlib və cəbərrəs eləyəndə deyirik bu gərdişlər ki, məsələn gəlirik. Mən indi müşəxxəsən istəyirəm söyləyəm Azərbaycan və Təbrizə bu murda. Təbiətən hamısının burada tamamı şaxələrinin imkanı yoxdur. Biz turizmi səlamətdə çox qüdrətmənd və güclü bir caygahımız vardı və hətta onun hövzələrini hesablayanda bəzi yerlərdə İranın bəzi şəhərlərində, bəzi şaxələrdə biz qüdrətliyik. Yəni Təbrizi qüdrətmənd hesablayırlar. Amma məsələ əsası burdadır. Bir dənə ünvanı var ki, gərdişlərdə həmişə işlənər. Tamami bu 17 şaxədə fərhəngi gərdişlər pəzirliyi ya camiəni gərdişlərin təhvil olmalı və pəzirliyini amadə eləmək. Bizim burada elə şəhərlər, elə kəndlərimiz var Azərbaycanda ki, gərdişləri hövzəsində çox qüdrətli, güclü bir yerlərdir. Mərdum amadə olmayıb belə bir zətlərə. Əslən gərdişlər girəndə özünə bir maneə bilir. Maşınımızı bir zaman bizim daşlayıblar, pəncər ediblər filan. Sonra getmişik, tövcih eləmişik, danışmışıq, məsələyə həll eləmişik. Həmin qəziyyə fərhəngi gərdişlər pəziri qəbl az tövsiyə gərdişləri gərək olsun bu mövzuda da. Hələ Ayət Xoşqanımqətdən bir dənə mövzu dedi, mən bunu deyim. Bakılılar buradan mərdum qaçıtdı. Mərdum qaçıtdı, yəni siyasət qaçıtmadı. Mənim öz gözümün qabağında ləbləbinin boş qabın ki, mən şəhərdən gedirdim, alırdım məsələn 1500 mənə, 15.000 tümən pul aldı. Ləbləbisi də rəhm eləmədi Bakılıya. Və bunlar bağışlar yığışdı, buna xatırlı ayırdılar. Onların da indi %90'ı getməyiblər Türkiyəyə, getməyiblər ayqış verir, rəşdidədirlər. Bir dənə gəldi ora mərkəzlər, istəyirlərdi, hamısını yığdı ora. Rəşd bundan qabaq ki, Bakılının səhsin ora, Azərbaycandan, Cumhuriyyə Azərbaycandan, bunun imkanatını, şəraitini yaratmışdı. Biz indi bunu o gərdişlərdə çox söhbət edirik. Hələ bu şaxələr ki, məsələn, Əraqlıların o hozədən gəlmə xılanə neçə dənəsi vardı. Biz deyirik, səlamət ola bilər, təhsilə gələ bilər. Hərçənd ki, təhsildə gəlib iqamət edəndən sonra da muqim hesab olur. Bir xas bir müddətdən sonra bəli, ayrı bir kişvərdən, ayrı bir ətba hesab olurlar bunlar. Bunun fərhəngini həm onlar tərəfində, həm bunlar. Biz indiki Təbrizdə yaşayırıq, 3 dənə fərhəngidən mütəəssirik. Fərhəngi İrani, fərhəngi İslami, fərhəngi Azərbaycani. Bunların hərəsinin özünə görə bir seri xətti qırmızıları var. Tarifimiz yoxdur, biz hərzadə pulla müamilə eləməmişik burada. İndi siz gəlin söhbət edək. Deyək ki, Bakıda biri istəyir evini satsın, Erməni, Ermənistanlı gedir o evə 3 bərabər, 4 bərabər qiymət verir. Əgər hərzat pul olsa, gərək sata da, bəli təbiətən hərzat da pul deyil. Zehniyyət və fərhəngidə bir seri mövzular ki var, odur. Biz Əraqlının, ya hətta Kərkukluyu deyirik, ya məsələn özümüzə türkü dildədirlər, türkü fərhəngidədirlər. Bunları biz kulliyyatı ilə qəbul edirik. Yəni kulliyyatı ki, bura gələn Əraqlıdır. Əlbəttə söhbətlərimi şaxə-şaxə eləmişəm, çox danışmayacağım ki, cəsarətən vaxtda tutmayım, Adət Xoşqalım qətəm deyin içində. Biz amadə eləməmişik camiəni. Bu müncər olur 2 dənə faciəyə. Gərdişləri ki, gəlir, bülmür hara gəlir. Fərhənginin aşinalığı yoxdur. Ehtimal var bir xəta eləyək, o fərhəngidə biz tabu hesablayırıq. Tabu kulli dünyada var, xətti qırmızılar hər yerdə var, hamımız da bilirik. Məsələn, gələdiylə Səvahil İspaniya ki, azadtərin səvahili dünyadandır. Musiqini uca səslə gəl pəxş eləməyəsiniz. Bu bir dənə tabudur.
Biz burada o tabuları gərdişləri ki, gəlib ona müşəxəs eləməmişik. Təbiətən bir tədad işləri görəcək ki, mənə deyəcək, sizə deyəcək. Həm məzhəbi halətdə, İrani fərhəngidə, həm İslamisində, həm Azərbaycanisində. 2000-ci mövzu ilə ki vardı, biz hələ zəminəni Təbrizdə ya hətta İran olsana fərahəm eləyənməmişik ki, bu növ gərdişlər bu fikrə gələ bilər. Hala şaxələrini pərdaxt eləyəcəm. Amma əvvəl qismətdə istədim deyəm ki, əsli müşhur hardandır? Sonra pərdaxt eləyəcəm icazənizlə ki, bunlar nə ittifaqlara müncər olacaqlar. Fərhəngi, mən çox bəhsə dəxalət eləməyəm. Sizdən xahiş edirəm ki, fərhəngi babətdən baxasınız. Ərz eləyim ki, xidmətinizə, hala mövzuyu danışsular, xüsusən danışan Əraq içində mövzu bəhsimizdir. Mən fəqət gərdişləri baxımdan baxmıram. Əslən, bəhsi danışan xarici, zirməcmui diplomasi fərhəngidir. Bir dənə çənd canibə bir baxışı vardır ki, burada mətrəh eləyəcəm. Bəli, bir dənə 3 ay Döktür Nəzərin mətləbi burdular. Baxın, bir baha nə deyirlər, irayə xədəmatı girantar turistlərə əslidir dünyada. Siz dünyanın hər yerinə getsiniz, turisti mənatiqdə qətlən sizdən bahatər alalım ünvanından gərdişləri xarici. Bu iki ləbləbi 5.000 tüməni, 15.000 tüməni sota adlı bir məsələdir. Bu iki gedib Döktürdə mənlə də həman vizit alacaq ki, maliyyət verirəm məmləkətdə, o xarici ilə həmin xub olmaz ki, qətlən ona olacaq 670 təbii mövzudur. Təbrizdə tribunayı rəsmidən mən 25 ildir xəbərnigaram. Hamısı əslən tarixi, bu 25 il zehnimdədir kamilən, eləyə bilir saytlardan çıxır. Tribunayı rəsmidən elam oldular, yiyişdirin, bunlar gəlib bizim fərhəngimizi çörüksünlər. Bu gülməli bir bəhs üçün danışan Əraqın da mordunda deyirlər ki, bunlar gəlib bizim fərhəngimizi çörüksün. Bizim fərhəngimiz o qədər zəifdir ki, 4 da xarici gəlmanın çönəcək, qoy çönsün. Bu söhbətlər nə mənədir mətrəh olur? Bu ki, buyurursunuz, millətin təqsiridir, xeyr. Hətta nəadhayı zirəbt işləməmaqları ilə də daşdırırlar. Bəzi yerlərdə deyirlər, münasib iqdamat zəmini sazlıq eləməlidirlər. Bəzi yerlərdə də eləməmaqları ilə bu təxribə bais olurlar ki, onda da bu bəsləri yaratmadılar. Mövzu danışıyanı ki, gəlirlər bura, ərz elədim. Bir dənə siyasəti kəlam var dünyada ki, indi kişvərlər, indi xalq qəbləndən Avropayı və Amerikayı məmaliklər budur piştazdılar. İndi hətta xəbərmiyanədə də bir də rəqabət vardı ki, cəzb danışanı xariciyə. Baxmırlar da milliyyətləri Əfqanlıdır, İranlıdır, Kərkukludur. Hamı bunun da alışsandır ki, danışıya xarici cəzb eləsin, ərz elədim. Diplomasiya fərhəngi neçə şaxəsi var? Diplomasiya vərzişi var, nə bilməm, təbadül danışısı var. Bunlar müxtəlif. Təbadül danışısı o qədər mühümdür ki, ərz eləyim ki, Sənəd-i Cami Rəvabit-i Elmiyə Beynəlməli İran salı 96-da təsvib olubdur və yeki yaz əhdafı, əfzayişi, cəzbi, danışsudur. Baxın, bir danışsuyu xarici gəlir bir məmləkətə, gərdişləri baxımından bir şaxədə baxsan ki, onun nəticə iqtisadçısı var, hər nə mənəsən, işim yoxdur feylən bu hozada. Üçün, nəzərin qətlən təxəssüs bu hozda məndən çoxdur. Bəli, bir seri siyasi, bir seri ictimai, bir seri fərhəngi bunların nəticələri var. Yəni, bir xarici nəfər ki, gəlir bir şəhərdə qalır, həddəqəl 4 il, elə 6 il, elə 8 il ki, təhsilat təkmil üçün qutarsa, məsələn, oranın şəhərləndi sayılır da, bəd az illər boyu. Otomatik var, o əlaqə tapır o məntəqiyə, o dilə, o fərhəngə və bizim məccani surətində səfirimiz olur öz məmləkətində. Əgər bu ittifaq olmasaydı, yəni bu cür bir nəticə olmasaydı, bu gün həmən Türkiyə sərdəmdar, əslən, tələsir cəzbi danışsuyanı xariciyə və hər məmləkətə bir bahanə ilə imtiyaz verir. Məsələn, İranda deyək ki, Azərbaycanlıdır, mən eşitmişəm, bilmirəm. Məsələn, filan dərsə təxfifindən gəlsin, o birisine budur. Mən ehsas edirəm, rəqabət o qədər şədiddir ki, hala bəzi haşiyələr yaratmaq da ki, deyəm, təbii dəyəri əmlidir bəzi mənafildən. Çünki mənafil sərşar iqtisadçısı var, milyardlar dolar. Oradan ki, mən amarda gördüm, 2 milyard 800 milyon dolar ərziş-i sadirat-ı amuzişi Türkiyədir salı 2024-da. Aşağı bir rəqəm dəyər. Mən bu qəziyyəni
fəqət bir boddan baxmıram, gərdişləri baxımından baxmıram. Çənd boldu, baxıram qəziyyəyə ərz elədim, fərhəngi baxıram ki, işarə vurduq iştirakatı. Zəbanımız, dinimiz və fərhəngimiz var. İqtisadi baxımdan baxıram ki, sud iqtisadi sərşardır. Hər daniş suyu xarici amma rəsmi dərəcədə, hər daniş suyu xarici ki, gəlir, ondan çox icad edilir. Bəsləri 4 salə ilə 8 salədə. Biyol, biləxərə avərdiyi iqtisadisi, siyasi və əmniyyəti baxımından da çox mühümdür. Bilirsiniz da biz mütəəssifانه hətta kişvərhane məntəqəyə də o ammi millətin içində bəzi hövzələrdə çox həssasiyyət vardı İran əleyhinə. Xatirə ala bəzi siyasi məsələlər, bəli, əxirən bəzi ittifaqat əzunəbücəngi 12-12 ruzə və bir seri hala hətta Əraqla bəhsi piyadə rəviyyə ərbeyində ya ayrı məmalikinə yaxınlıqlar başlanıb. Cəzbi danışıq xarici biri eləyə bilər, bir dana əbzar ki, eləyə bilər, təqviyyət eləsin bu yaxınlıqları. Ayrı hozirlərdə də vardı. Bəli, bu mövzusunda ki, biz gəlmişik Təbrizdə bu cür mənim nəzərimə çox məşkuk, nicatpərəstanə və cəhətdar mövzu tutmuşuq bunlara təbiidir. Çox sağ olasın. Orada görə bir xas söz. Ayrı sualınız var ya, həman mən idamə verəm. Əgər istəsiniz idamə, əgər bir ay Xoşqar üçün sizdən sonra ay Xoşqarın fürsəti var idi ki, sizə cavab versin. Əgər bu mövridlərə görə var, yox, olmasa get cavab versin. Ərz edeyim xidmətinizə ki, bir dənə mən ay Xoşqar bir məsələ ərz edeyim xidmətinizə. Təbiətən ki, gərdişlərlərin bir qisməti də danışdılardı. Bəli, biz sırf o qəziyyəyə baxmırıq, kulliyyatı gərdişlərləri nəzərdə tuturuq ki, bir şaxəsi danışdılardı. Mümkündür, misal ərz edeyim xidmətinizə. Nəzər bu ola ki, xoş, biz danışdıq qismətin pəziriş edirik. O adlı gərdişlərlər ki, təki gəlirlər. Ona görə bu tozih istədim ki, beslə vermiş olam. Mövzu iqtisadi. Ay nəzər, biz illər boyudur iqtisadi babətdən həmişin diqqətdən biri budur ki, biz gərdişlər deyirik. Və siz də qabaqcanda buyurdunuz ki, amadəci yoxdur. Bir dənə əvvəl bu, lütfən buyurasınız ki, bunun nə tür deyirlər, əvvəl gərək gərdişlər gələ və sonra bu saxtar o fərhəngi yarana, ya gərək əvvəl amuziş verilə, sonra bu besilah gərdişlər gələ. Turizmin yəni, bu ki biz deyək, ağa, biz otururuq, feylən turizm gəlmə, biz amuziş verək, misal ərz edeyim, indi bir də Türkiyə, dünyanın 10 ölkənin içindədir da ki, turizm. Bunun məsələn dövləti deyib, bir ləhsə dayanın, əvvəl başlayıblar, amuziş saxtar düzəldiblər, sonra bu işi görüblər. Ya bu ki, xeyr, turizmdən gələndən sonra elə bu da gətirir. Vaxtı məsələn bir günləmə, istəyirəm bunu peyvənd verəm iqtisad məsələsinə. İndi bir günləmə oranında taksi, bu ki, iqtisadi lahazdan bu qəziyyədən müntəfi olubdur, yavaş-yavaş örgəşibdir və bu gərdişlər pəziri fərhəngi gedib yuxarıya, ya yox. Bir də ki, kullən bu vəziyyəti iqtisadıda bu gərdişlərlərin siz nəfin görmüsünüz, ya budur ki, nəfləri yoxdur, ya vardır, o təbəatına dəyməz. Bunu lütfən buyurun. Ərz edeyim, rişəsinə bir dənə işarə edeyim. Dəhiyə 1340-da Hicri Şəms. Əvvəlin var səfər ya gərdişləri xanvadələrin gəlir o niyazına, səfədi xanvara gəlir ki, niyaz və səfər icad olur, kulli dünyada. Xub, əvvəldə hamımızda bilirik, əngizə səfər, əvvəlin əngizə bəhsi məzhəbidən başlanır. Orada gəlirlər İran, buna xatır ki, 5 təməddünün biri də İran edilir bu qədimi təməddünlərdən, biri də İran mətrəh olur gərdişlərdə. İranda da indi məsələ klassik deyərik biz. Tehran, İsfahan, Kaşan, Yəzd, İsfahan. Və bunlar bizim məsələ klassikimiz. Əvvəlin var səfər və bəhsi gərdişləri bunlara mətrəh olur. Bunlarda 1340-ın söhbətini deyirəm. Nə rəsanə var, nə haləti var, irtibatatı cəmi olsun, nə bu surətdə savad var, nə heç zət. Muntaha mən getdim, bunu mütaliə elədim ki, ağa, indi 1340 və 1340-ın dəhəsi ta 1350-yəcən bir dənə məsələn, o zaman Amerikalı, İngilizli gəlir, gedir İsfahana və Kaşana və bu əvvəlin var görürük, bu camiəni nəzrə amadə eləyiblər. Həman qəziyyə istəyirəm, sizin sözünüzə cavab verəm. Biz tamamiyə mövzuatda hamı, yəni %90 o ki, mən amadəlığım olacaqdır, məni bu ümid dəvət elə bir işə, əvvəldə deyirəm, bunun hüquq neçədir? Mən neçə alacağım bundan?
Filan kilos hədisi, mən neçə alacağam bunlar. İstəyirəm deyəm, bəhs iqtisadi çox mühümdür məsələdə. Gedirlər bu şəhərlərin, adamların iqtisadi bəhsinə amadə elirlər gərdişlərin gəlməsinə. Deyirlər, gərdişlər gəlsə, səndən yoğurt alacaq, səndən çörək alacaq, səndən məsələn bir dada qəza yeyəcək, səndən iqamət eləyəcək və bunlar qapıların açırlar həman mənafe ki, dalasında var. Təbiətən indi dünya hər halda bir mən fikirlərimdə indi deyək ki, cəhani yox, yəni bizdə əslən mərziləri haləti internetdə və alət fəzai məcazda götürmüşük, kamil əslən birahə də deməmişəm. Bunlar hamımız bilirik, gərdişlər gəlində radiotda işarə elədilər ki, nə qədər bunun nəf iqtisadisi vardı və eləyə bilər bu ittifaq düşsün. Biz bəhs iqtisadidə gəlsənansı zəminəni yaratmışıq. Bakının mövzusudur, bəli. İndi biz bilirik ki, məsələn, muzənin biletini alaq, mən əgər versəm 500 tümən, Bakılı verir 5000 tümən. Təbiətən ucuzdur. Amma bir dənə yazı görürəm burada. O yazıbdır ki, İranlıya 500, xaricəliyə 5000 məsələn. Yəni bir dənə usul üzrə iləndir. Mən də gedəndə ayrı keşvərə bu cürsüdür. Bu iki qabaqçı məbhəsdə işarə elədim ki, amadə eləmək məğzi, caməni bir xas bir mövzuata görədir. Əlan üçün gərdişləri danışılan orada söhbətlərini və kulliyyat danışırıq bu nərzi ilə yoxdursa. Aya biz bir seri mövzuatı camənin, zehnin amadə eləmişik bu qəziyyələrə görə? Yox. Yəni bir şəraitə yetişmişik ki, mən ələn fərhəngi hozədə əgər mövzu başlasaz, mən fərhəngi hozədə çox sözüm vardı. Tərəf gəlir deyir ki, bu sözü mən öz tərəfimdən demirəm, cəsarət eləyirəm. Bunu mən bir dənə pəjüheş, bir dənə söhbət, elə taksi şoförü ilə də, elə hotelçi ilə də, baqqalı ilə də, qəzaxoru ilə söhbətdən çıxartmışam eşiyə. Bir kələmə istifadə edirlər. Deyib, bu pulu ilə məni təhqir edir. Çünki pulu qüdrətməndidir, ehsas eli pulu qüdrətməndidir, hər iş görə bilər. Yəni, burada iqtisad gedir əyaq altına. İqtisad nadidə tutulur. Bizim fərhəngimizdə ki, işarə elədim, biz İranı, Azərbaycanı və İslamı, biz türklər, hətta İran hər yerində də bir dənə kələməmiz var ki, hamısından betərdir. Vaxtında onlar qeyrətimiz üstündə, təəssüb, çox səfih kələmədir, istifadə eləmirəm mən. O, olduqlarımızın, varlıqlarımızın üstündə çox şeylər donarıq. Neçə verirsən, do bərabərin verəm, məsələn, gözümün qabağında olma get. İstəyirəm bunu deyəm ki, zəminəni üçün biz yaratmamışıq. Nə gərdişlər, gələn gərdişlərə ki, hara gedirsən, nə caməni ki, bu gələnlər cür gəlir, bu şeylər, təlatümlər olubdur. Aynən Məhəmmədi Əziz, Təbrizi Məşədi ilə bir hesablamayacaq. Məşəddə çox böyük faciələr olur ki, mən fərhəngi hozədə işarə edəcəm və ümidvaram sansur olmayacaq. Çünki qərarda çox söhbətlər eləyək bu ahamlıqda. Fərhəngi Məşəd, fərhəngi Təbrizdən çox fərqi vardır. Biz əgər çənançə deyirik, Məşəddə əraqlı gedib, illər boyda gedir, heç ittifaqı düşmür, burada o cüsü deyir. Burada biz gəziyi, bir dənə baqqal ki, pul alır, bunu do bərabər, sə bərabər satır, bir dənə nacur baxışından, hər hal o məsələn xeyrindən də keçər. Hamımız görmüşük, olmuşuq. Və camə amadə deyil, həman dərəməd iqtisadiyə. Və əgər caməni amadə eləyək, gələni amadə eləyək, hansı biçinin gəlsin, bu cümləni deyirəm, sabit eləyəm, dürbün qabağını deyik biz. Gedəcək danışqanın içinə, o məsulin amuzişi ki, bu danışçuyan Əraqi ilə də sərkar vardı, siz soruşun, mənim işim yoxdur, deyin xanımı filani, ağayı filani, o gərdişlər ki, Əraqlıdır və bir nəfəri ki, İranlıdır, bunların sizinlə danışıqları nəcürdür. Həman qəziyyədir. Mənim üçün pulum var, pul verirəm, pulum da qüdrətməndidir. Mən çox öz istəyirəm, səni pulunla alıram. Mezi, danışqahı filan, bir turda gərdişlərdə deyək ki, nəfər bir dənə tur yek ruziyə gəlir, bir dənə məsələn, bir dənə bir pul verir tura, deyim minibosu da almışam, ranəndə da almışam, ondan sonra rahnumanı da almışam, mən üçün pul vermişəm, hər iş görəcəm. Bu baxış Təbrizdə yerimir. Bu baxış bizlərdə qabağa getmir. Fərhəngi hocada çox sözlərim var, burada bəsdir. Mən ayə nəzəri üçün gərdişləri hudasının tanınmış sehirlərindəndir və elm adamı təəccüb edirəm bu cümləsindən ki, mətrəh elədilər. Vaqəən, yəni biz də həman sözü deyək ki, əvam mətrəh edir və bir seyirlərdən pompaj olunur, sonra təəssüb var. Bilməm, Əfqanistandan da dub gəlsələ bizim məmləkətimizdə hər pullar yuxarıdır. Gələ poz verim ağa. Da əslidir. İndi çi Əfqanlı gələ, çi Türkiyəli gələ, çi Əraqlı gələ, çi İspaniyalı gələ, çi Suisli gələ. Məsələn, Suisli gəlsə biz xoşdup olsa xoşumuz gələcək. Hər pul yuxarıdır. O gələ pul xərcləmək. Mən həman cümləni Bakılılar gələndə də burada pompaj olur. Qəşəh yadımda ki, manatda 5000 tümənidir. Deyirlər, gəlirlər tərazunun üstünə 5000'i atırlar, deyirlər, qaladı özüvün. Xob,
hər yerə gedəndə o mənalı ki, ərziş pullar yuxarıdır, ənam verəndə məsələn təbii bir məsələdir. Məsələn o gəlir pul xərcləməsən də pul. Mən əxirən rəsanələrin birində gördüm ki, cəhətdar quzarışlar təhiyyə edirlər. Bazardan danışıb, bazarı deyir, olan ərziş pullar yuxarıdır, gəl çox şeylər alır, bizi təhqir edir. Və sən bazarı dəyəsən, hətmən. Ya sən rəvabit hakim bər bazarı bilmirsən, iqtisad bilmirsən, xub gəl xərcləsin, alda. Bu nə söhbətdir ki, deyirsən ərziş pullar yuxarıdır, gəl bizi təhqir edir. Nə cür təhqir eləyə bilər? Cəsarətən sizə ay nəzəri, ya məni, ya ay Məhəmmədini biri gəlib pulla təhqir eləyə bilər. Əgər sən danışqahda oturmuşsan, təhqir olsan, sən özün əsli adamsan və orada gəl oturmayasan. Sən ustad deyilsən, sən rəis danışıda deyilsən, sən gələ orada oturmuşsun, hər yerdə otursan o cür olacaqsan. Necə yarımca gəlib pulu ilə bir daha danışsu məni təhqir eləmək ola bilər. İrad məndədir. Gətirirəm, bəst verirəm camiyə və səyirəm rəsanələrdən və bir şey tribunlardan ayrı bir mənfi bir şeylər pompaj eləyəm. Və can ki, fərəngsazlıq özü burs, fərəngsazlıq elə gələk bunlar açaq, tərəfin pulun ərzisi yuxarıdır. Səlləminə gələr, burada 2 bərabər, 3 bərabərin xərclər. Hər terminə $600 alırlar büyünəmə ayı. Danışqahdan amar içmə rəsmi $600 elə $1000 alırlar. 60 milyon ilə 100 milyon pul alırlar dərsi oxu tərəf. Bu ki, söhbət olur Təbrizdə ki, gəlirlər müftəsinə təhsil edirlər. Bizim də yerimiz tutulur. Zərfiyyəti ki, danışanı xaricini cəzb elindi, hamısını söhbət eləyəcək burada. Cəzb edirik. Əslən, olan zərfiyyətdə fərqlidir danışanın daxili zərfiyyətdən. Onlar gəlib sənin yerində oturmayıblar. Bu cür məbahis mətəh olur bizim camiəmizdə. Ustadlar müəzzəflə bilələrinə nümrə versinlər. O cür olmaz ki, soruşanda da ki, kimdən eşitsən? Mən məsələn Həsəndən eşitsən, Hüseyndən eşitdim, Hüseyn Kazımdan. Heç biri də bir dənə müstəq bir şey demirlər. Ustad ki, müəzzəfdir bir dənə danışığı Əraqiyə, müəzzəf olur, deyirlər, təşrif elə nümrə verir. Detayla görsədin ki, yapışıq ustadın, o rəis danışıqlarının, o rəis danışıqlarının fəsindən kimi olar. Dəsə təşrif etsən, ustad nə yazır, satar bu cür şeylərə. Siz danışıqlar Təbrizin ustadları bilirsiniz, da səxkirlikdə əslən adlımdılar. Mən cəsarətən istəyirəm bir seri şeylər mətrəh eləyəm. Biz tərəfə deyirlər ki, o amuzişdə demişlər əlif, deyir ənif. Deyir baba əlifdir, sən niyə düşünmürsən? Deyir baba desəm əlif B deyəcək. Bizi saxlayıblar bu əlifdə, yəni çox səthi əşağı, alçaq bir məbahisdə saxlayıblar ki, sənin fərhəngin qustariş tapmasın ki, gərdişlər pəzir olasan. Hey orada çaballar, özləri ki, elə siyasətdən irtiqa verirlər. Mən nümunəsinin üçün Türkiyə bu hozada, cüzvi 10 kişvəri bərtəri hozı cəzbi danışığı xaricidir. Özünü yetirib Avropayı və Amerikayın kişvərlərin səthinə. Sali 2002-də 5000 dana danışığı xarici var idi Türkiyədə. Sali 2012-də 400 min nəfərə çatıb. Ərziş sadirat xədəmatı amusu 2 milyard 800 milyon dolardır. Sən heycədində denəkə olanla pullar belədir, məbahislə millətə də pompaj elər ki, bu mövzu həssas olsunlar. Həssasiyyət cüdayı ilə əslən qeyri-əqlani bəhslərdirlər bunlar hoziyyə iqtisadi gərdişləridir. Mən hələ təh iqtisadını istəmirəm vurud tapam. Danışqanı Əraqi, danışqanı xarici danışqanı Təbrizdə bilirsiniz də danışqanı Təbriz bir xatir bu ki, tənha danışqanı Mumtaz Qərbi kişvərdir. Bəd az Tehran doğum danışqanı cəzbi danışığı xaricidir. 3000 bu amar ki, mən almışam, rəsmi amarda xod danışqanı Təbrizdə. 3700 dana danışığı xaricimiz vardı. 3700 nəfər, 3000 nəfər hududən biraz toleransından üstünə Əraqlıdırlar. Və bu neçə ilə əxirdə gəliblər İrana. Və bu bəhsləri ki, onlar gəliblər bizim fərhəngim, bir şey olub, həssasiyyətlər bu kəlmələr, bu kilit vacələr bunlardılar. Gəliblər bizim fərhəngimizi çövürürlər. 3000 nəfər axnədir, Təbrizin qərəzə fərhəngimizi qoy çövürsün. Məsələ əmniyyəti ya moritayı, məsələn, əxlaqı yer aldıblar. Mən tamamən, hətta amuzişdən, hətta danışqadayım, aslında quzarışı gəlib ki, bunlar bizi rəftarhayı xaricəz deyəsən bizə heç quzarış gəlmir, hamımızı şayədir rəsanələrdən, baxışlar üstünə. Əgər bunlar bir rəftar eləyiblər ki, qələt rəftardır, əslində bir şey olmayıb.
danışqanın içində o cür bir rəftar edirlər, heç yerdə quzarış olmayıb. Dedim, əgər o cür mövrid var ki, gəlir, imaməni təhqir edir, gəl yapsın o karməndin yaxasından qoysan eşiyə, ora əslən danışqat işləməli bir adam deyir. Ərz eləyim xidmətçisə ki, müxtəlif işlərdə vardılar, heç ümumət canı deyir, mən burada kaş təsvirdə ola biləydi ki, bu Şəhriyə danışcanı benimlərdir, danışqat Təbrizdə alınır, ərz elədim. $600 ta $1000 can alınır belələrindən. Heç biri məccanı oxumur. Məgərən ki, bir xas danışıqlar burs olurlar ki, bu da təbiidir, dünyanın hər yerində İran danışıqları da burs edirlər. Mən təşkilim budur, ay Məhəmmədi və hədəfində bu cələsədən budur ki, mən fikrim ay nəzərin də qətən nəzər bu olacaqdır ki, həssasiyyət zudayı eləyək bizə bixud məbahisdən ki, mətrəh eləyiblər bizim camiamızda və mütəəssifanə, hala poşt pərdələrdə var, kimlər hardan mətrəh edir. Həm sud iqtisadçısı var dalısında, rəqabət iqtisadı, həm məsələ siyasisi var, həm məsələ əmniyyatçısı var. Vallah biz Kərkuku buyurduz, biz keçən il Piyada Rəviyyə Ərbeyinə biz Şimal Ərəqdən varid olduq. Bir onun səfəri, hala fərhəngi, bir məcmui fərhəngi uşaqlarla getmişdik. Eyni bizə tay türkü danışırlar. Əslən, Türkiyə İstanbul'ya da yaxınlar, bizə də türkü danışırlar və bizdən giləylidirlər ki, niyə sahib çıxmısınız bə? Turizmi dərmaniyə gəlirlər Türkiyədə, ancaq 1/7 qiymətdən gəlib Təbrizdə azadtərin o xədamatda olsalar ki, 1/7 qiymətdir. Bəhsi elmiləri, biz rəis danışqahı Kərkut dəvət elədik, gəldilər bir heyətlə burada və imkanata baxırlar, təəccüb edirdilər. Fövqəladə ki, bizim məhsullarımız da yatıblar da, bir dənə pərvazıya, bir dənə xətti irtibatı beyni Kərkuk və Təbriz, Kərkuk və Urmiya, Kərkuk və Ərdəbil bərqərar olsa çox şeylər həll olar. Mənzurum yəni fərhəngdən də, dildən, hər cəhətdən bizə yaxındırlar. Dəlili bu ki, bunlara bu cür həssasiyyət yaranıb, öz libaslarıyla xiyabanda dolanlanmaya ayrı bir milliyyətlər, ayrı bir əqvam gələndə Təbrizə biz ola ki, əsrqa bağlı ki, niyə o libasla dolansın? Söhbətlər mən fikirəm çox alçaq bir bəhslərdir. Zimni bu ki, bunlar gəlib 1 il, 2 il, 3 il, 4 il, 5 il, 6 ildən sonra həll olacaqlar. Libasları, giyinişikləri, danışıqları bu camiədə və əgər bunlar qaçışsıq, məsələn, Cayquzun kim gələcək, Suisdən gələcəklər burada danışıqçı olsunlar, ya Norvejdən, ay Məmmədi, mənə bir cavab versinlər. Biz gələ məntəqə kişvərlərdən hətta cəzbəyə danışıqçı başlayıq. Məmnunum. Xoşkar, o zəni ki, biz gərdişlərlərin bir ərz elədiyim kimi bir qisməti danışıqçılardılar ki, bunlar gətirirlər, pul xərcləyirlər və şəhriyə danışqah verirlər və bunda bir təsbitşuda bir halətdə. Ümumi gərdişlər, o ki, bir həftə dolanmağa gəlir, onlar nədir? Onların iqtisadi cəmbələri var deyə yoxdur. Baxın, bir qətən gərdişlər hər yerə gedir. Əsən, mən ayrı bir, mən üçün danışıq qeyri-bumi idim, Dori qarşınası da. Bir dənə Tisi şəhərlərin birindən. Ünvanda xəbərnigar əlaqəm vardı bu hocada. Siz hətta bizim məsələn Tisi şəhərlə, adı aparmıram, Tisi şəhərlərimizin iqtisadını siz təhqiq eləsiniz, adı aparsam şahid sui təfahüm olar. Çoxları gözlərlə sali təhsili başlansın. Çün o şəhərdə danışqah azad təsis olub, özləri deyirlər, danışqah başlananda bizim iqtisadımız roluna tutar. Hətta əsnaf, hətta icarə vermək olar, hətta sadə bir şeylər. Hələ mən xarici gərdişlər söhbət eləmirəm. Məsələn, şəhri, məsələn, 100.000 nəfəri, 50.000 nəfərdə bir daha danışqah azad ya da danışqah peyamını qoyublar. Tamam əsnafın gözümdən ki, məsələn, 3 ay tez qutulsun və danışıqlar gəlsinə biz ona qədər düşək. Ərz eləyim xidmətçisə ki, bu iki Təbrizi belə potansiyellə biz eləyənməmişik gərdişlər pəzir bir şəhrə çörək. Mən Rəsanə müqəssirəm, Ayə Nəzəriyyə fəali gərdişləri müqəssirdir, Seda-Sima müqəssirdir, bizim üstdəki məsullarımız hamısı əllə vermişik müqəssir. Və bu da ki, oturaq gözləyək ki, icazə verin biz bura bir 50 il gəlməyin, 50 il də geçib də hiss eləməmiş, 50 il bundan sonra da mən fikrim hiss eləyəməyəcək. Gəlməyin ta biz xeyr. Bu bəhsi əvvəl yumurta idi, ya əvvəl toğ cəryanında ki, o cür deyil ki, ikisi də bayım həmzaman gəlir olar. Onlar da gəlirlər, biz də gəl istiqbal eləyək. Bu ki, bizim fərhəngi cəzb gəlişlərimiz yoxdur, pəs gəlməsinlər də qələt sözdür. Qətən gəlgitlərdədir ki, çox şeylər həll olar.
siz Təbrizi, Emruzi, bax Təbrizi 10 il bundan qabaq Əzizlərdə fərhəngi cəzbəli gərdişlər müqayisə edə bilirsiniz. Belə təhvilat yaranıb. Hozi fəzai məcaz təsirgüzardır, hozi məsələn çox hozələr təsirgüzardılar. Qətvən bu ki biz gərdişlər pəzir deyirik və bais olub bizim potansiyellərimiz, belə potansiyelimiz aradan geçsin, vaqəən xəyanətdir. Mən bir daha misal vururum, yayda bir dənə tur gəldi Təbrizə, mənim bir şey dostlarım vardılar, fəal gərdişlərdə. Bir daha tur gətirdilər, əhali Fərixdir, Xozi Fərhəngünləri Tehrandan gəldi, Təbriz dolansınlar. Mən bir dənə bərnamə verdim, o yerlər ki, dolanacaq, babər bunun 4 gün çəkdi, 4 gündə qutaranmadıq. Və bunlar təəccüb edir, deyirlər, biz bilmirdik ki, Təbrizimizdən 10 gün hətta qədər vaxt qoyaq ki, məsələn, qəşəng dolanaq. Şayad mənim özümə də cəzzabdır ki, məsələn, bir dənə Nəxçiyə gərdişlər ki, buradan başlayaq ki, o haldan çıxaq, məsələn, 5 gün, 6 gün hətta qədər. Hətta belə potansiyel var və biz eləyəməmişik, mərif eləyək və oturaq da deyək ki, icazəyən bəstər icad olsun, sonra gəlin, xub xiyanətdir da gələk. Hamı əl-ələ verə, çi danışçısı, danışçı xaricisi olar, çi gərdişlər. İndi hər xüsusən İrana, daha da nüştə deyim, İrana gələn gərdişlərlərin xas cinsi var. Yəni o gərdişlər ki, gedir, məsələn, şayət Antalya'da dolanır, bilir İran şəraitini və gəlib İrandan o şeylər intizar olmayacaq. İrana gələnlər ayrı bir hozələr, gərdişlərlər ki, biz onların da cəzbində qafiluq. Gərdişlər təbiət gəlib, bizim gözəl təbiətlərimizə, asar tarixi, binəzir asar tariximizə gəlib və çox yerlərdə də biləsinə əhəmiyyəti yoxdur. Hotel 6 sitarə, 7 sitarə standartlarımız Avropa üstündə deyil ki, olan ki, bir şeylər var, bizdə yoxdur. O gəlir, Bungərdi səthində də bir şey irayə eləsən biləsinə razıdır. Yəni, onlara çox əhəmiyyət vermir. O gəlir, dolansın və onları görsün, o gözəllikləri görsün və ləzzət hapa və gedir, özü ilə ayrı bir qurğularda gətirir. Bu iki yenə də biz o standartda, o eşelindən baxaq gərdişlərlərə qətlən düz deyil və bu ki, oturaq deyək ki, bizim şəraitimiz xas şəraitdir. Türkiyəyə gedən Təbrizə gəlməz, məsələn, Tehrana gəlməz, o da düz bir baxış deyil.